Salam müəllimlər və abituriyentlər. Bugün Güvən 2025-dən çevrə üzrə bərabər sürətli hərəkət test C variantının izahına baxırıq. Gəlin başlayaq. Bu arada bu period və tezlikdə ən birinci hissədir. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin fırlanma periodu 6 saniyədir. Maddi nöqtə A nöqtəsindən D-yə nə qədər vaxta gələr? Baxın, bilirik ki, bir tam dövrə sərf olunan zaman perioddur. Yəni bu cisim A nöqtəsindən hərəkətə başlayıb gəlib A nöqtəsinə çatanda bunun bir tam periodudur və bunu da bizə verib 6 saniyə. 1 saniyə yox, 6 saniyə. Yəni baxın, gəlin onda hesablayaq ki, görək bu 1 2 3 4 dənə hissəni keçib. A-dan gəlib başladığı yerə geri qayıdana kimi çevrənin 4də 4 hissəsini gedib. Görək hər bir 4də 1 hissəyə neçə saniyə düşüb. Ona görə mən 6-nı bölməliyəm neçəyə? 4-ə bölməliyəm. 6-nı böləndə 4-ə 6-mız çox yaxşıdır. 1,5. Deməli, baxın, hər bu 4də 1 hissəyə 1,5 saniyə düşüb. 1,5 zaman intervalında buranı keçir. İndi bu cisim A-dan D-yə gəlir. Əgər A-dan D-yə gəlirsə, baxın, A-dan D-yə gəlmək üçün neçə hissə? 1, 2, 3 dənə 4də 1 hissə keçməlidir. Deməli, onda mən hər biri 1,5-dirsə, gətirib bu 1,5-i 3-ə vursam, cavabı tapmış olaram. Elə deyilmi? 3-ü də 1,5-ə vuranda nə eləyəcək bizə? 4,5. Deməli, cavabımız olacaq 4,5 saniyə C variantı. İkinci suala baxaq. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtə 30 dərəcəlik qövsü 5 saniyəyə dönürsə, maddi nöqtənin periodunu hesablayın. Baxın, bu bucağı görən kimi bu bucağı görən kimi birinci yadınıza fi düşsün. Dönmə bucağı. Baxıram ki, məndən periodla istəyir. Məndən dərəcə ilə verib. Dərəcə ilə heç də tapa bilməyəcəm. Ona görə mən gəl dərəcəni radiana çevirim. Dərəcəni radiana çevirmək üçün qayda demişdim əvvəlki videolarda. Dərəcə neçə verilibsə, onu vururam pi-yə, bölürəm 180-ə. Bunu da ixtisar aparanda pi bölək 6 qalır. Deməli, mənim Fi'm pi bölək 6 radiana bərabər imiş. Vəssalam. Fi'ni tapandan sonra omeqanı tapmağa nə var ki? Omega nəyə bərabərdir? Fi böl t'yə. Yəni, pi bölünsün 6-nı, aşağıda da bir nə qədərdir zamanımız? 5. Pi bölək 30. Deməli, bizim bucaq sürətimiz pi bölünsün 30-a bərabər imiş. Onda mən periodu tapa bilərəm da. 2 pi bölünsün t düsturuna görə. Buradan mənim periodum bərabər olur 2 pi bölünsün omegaya. 2 vurulsun pi'mizi saxlayıram yerində. Pi'lər ixtisar edəcək. Pi, bu da 30. 30 da qalxır yuxarı. Pi'lər ixtisar edir. 2'ni vururam 30'a nə eləyir? 60. Cavabımız oldu 60 saniyə. Olacaq D variantı. Üçüncü suala baxırıq. Yenə baxın, dərəcə ilə bağlı bir sualdır. Deməli, ikinci sualla eyni yolla gedəcəyik. İstəsəniz videonu dayandırıb, həll edib, sonra həllərə baxa bilərsiniz. Bu sizin yadda yəni bunu qavrayıb yadda saxlamağınız üçün daha çox kömək olacaq. İndi verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin bucaq sürəti, gəlin verilənləri yazaq. Baxın, bucaq sürəti əlim əsir deyəsən. Omega bərabərdir 0,5 radian bölü saniyədir. Və cisim A nöqtəsindən B nöqtəsinə nə qədər vaxta çatar deyir bizə. Yenə dostlar, burada 60 dərəcəni görürəm. Deyirəm ki, gəl bu 60'ı mən radiana çevirim. Yəni dönmə bucağıdır da 60 fi'dir. Çevirmək üçün nə edirdik? 60'ı vururduq pi-yə, bölürdük 180'ə. O da bizə verir nə? Pi bölünsün 3'ü. Deməli, pi bölü 3'dür. Pi'mizi də 3 verib da. Gəlin pi'nin yerinə 3 qoyub, 3'ü 3'ə bölək 1 alınsın. Deməli, cavabımız oldu, yəni fi'miz oldu 1 radian. Aha, bizdən də omega bərabərdir fi böl t'dən nə qədər vaxta çatar? Yəni, t'ni istəyir. Omega bərabərdir fi böl t'dir düsturumuz. Buradan biz t'ni tapsaq, bizə verir fi bölünsün omega. Elə deyil. Fi böl omega. Fi'miz 1'dir. Omegamız da 0,5'dir. 1'i 0,5'ə böləndə nə olur? 10 bölünsün 5, 2. Cavabımız oldu 2 saniyə, yəni Y variantı. C variantı olmasına baxmayaraq, mən düşünürəm ki, çətin suallar deyil. Həll eləyə bilərik. Dördüncü suala baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən D nöqtəsinə 15 saniyə ərzində gəlirsə, cismin fırlanma tezliyini hesablayın. Baxın, fırlanma tezliyini hesablamaq üçün bilirik ki, n-dir. Bunun üçün birinci omeqanı tapaq. Çünki burada ancaq omega bərabərdir 2 pi n düsturu ilə nəsə əldə edə bilərik. Mənim omeqamı tapmaq üçün omega da özü fi böl t'dir.
Omeqanı tapmaq üçün T-im var. Fi-im nəyə bərabərdir? A-dan D-yə gələndə baxın, çevrənin 4-dən 3-üdür da. Yəni 360 dərəcənin 270-idir. Yəni mənim fi-im nə qədərdir? 270 dərəcədir. 270 dərəcəni necə çevirim radiana? Vurum pi-yə bölüm 180-ə. Sıfırlar getsin. Bunu da neçə? 3-ü aparsam yuxarıda 9 qalır, aşağıda 6 qalır. Elə deyil. Bunu bir dəfə də 3-ü aparsam yuxarıda 3, aşağıda 2 qalır. 3 pi bölə 2. Deməli, mənim fi-im 3 pi bölünsün 2-yə bərabər imiş. Buranı təmizləyirəm. Yerimiz boşalsın. Fi-nin qiymətini yazıram. 3 pi bölə 2. Vəssalam. Omeqanı tapa bilərəmmi? Omega bərabərdir fi böl t-dən. 3 pi bölünsün 2-ni vururam neçəyə? 15-ə. Bunlar ixtisar gedir 3-ə, aşağıda 5 qalır. Qalır pi bölünsün 10. Deməli, bizim fi-imiz pi bölək 10-dur. Fi-nin düsturu da, fi-imiz yox, omeqamız pi bölək 10-dur. Omeqanın da tezliklə olan düsturu nə oldu? Omega bərabərdir 2 pi n. Yuxarıdan yazıram 2 pi n. Buradan n-in bərabərdir omega bölünsün 2 pi-yə. Omeqanın qiymətini nə tapdım? Pi böl 10. Pi bölünsün 10, aşağıda da bir 2 pi var. Pi'lər getdi, qalır 1 bölünsün 20. 1-i 20-yə böləndə nə eləyir? 0,5 eləyəcək. O da olacaq A variantı. 5-ci suala baxırıq. Çevrə üzrə hərəkət edən maddi nöqtənin bucaq sürətinin zamandan asılılıq qrafiki verilib. Yəni, fi-nin t-dən asılılıq qrafiki verib. Bizdən dönmə bucağını istəyir. Baxın, sizə burada bir qaydanı xatırladacağım. Əvvəldən bildiyimiz bir qaydadır. Omeqanın fi və t-dən asılılıq düsturu budur. Bizdən dönmə bucağını istəyir deyə fi-ni tapıram. Bu da bizə omega t-ni vurur. Yadınızda saxlayın. Əgər bir-birinin hasili olan, bax, bir-birinin hasili bizə istənilən cavabı verən tipli suallarda həmin o hasili verilən kəmiyyətlərin bir-birindən asıllıq qrafiki veribsə, mütləq biz orada qrafikin, orada alınan fiqurun sahəsini tapsaq cavabı tapırıq. Yəni, baxın, omeqanın t-nin bir-birinə hasilini tapsaq cavabı tapmış olarıq da. Bu omeqanın da bir t-dən asıllıq qrafiki verib. O qrafikin qrafikdəki fiqurun sahəsini tapsanız, fi-ni tapmış olursunuz. Vəssalam, cavabınız hazır olur. Baxın, bu da trapesiyadır da. Ya da ki, bir dənə düzbucaqlı kimi, baxın, bu düzbucaqlının sahəsini tapıb, bir də burada düzbucaqlı üçbucağın sahəsini tapıb elə toplaya bilərsiniz. Ya da birbaşa olaraq elə bunu düzbucaqlı, yəni trapesiya kimi həll edə bilərsiniz. Yəni, bu hissənin deməli, bu hissənin cəmi bölünsün ki, vurulsun h. Gəlin tapaq. Yəni, aşağı bu hissə 8-dir, plus, yuxarıdakı bu hissə aşağı ilə paralel 4-dür da, bölünsün 2, vurulsun hündürlük nə qədərdir bura? Bu da nəyə bərabərdir? 3-dür da. 8 vurulsun, 8 üstə gələk 4, 12, 12-ni böləndə 2-yə nə eləyir? 6, 6-nı da 3-ə vuranda 18. Cavabınız eləyəcək 18 radian. Oldu C variantı. Bu tipli suallar topluda daha çoxdur. Fiqurun sahəsindən tapılan suallar. 6-cı suala baxırıq. Dairəvi stadionun ətrafında A və B cisimləri əks istiqamətlərdə bərabər sürətlə hərəkət edərək ilk dəfə 5 nöqtəsində görüşürlər. İlk dəfə 5 nöqtəsində görüşən cisimlər ikinci dəfə hansı nöqtələrdə görüşərlər? Nöqtələr arasındakı məsafələr eynidir. Baxın, deməli A cismi bu 5 nöqtəsinə gələnə kimi 1-2 dənə xana keçir. Amma B cismi 5 nöqtəsinə gələnə kimi başqa rənglə eləyim. 1, 2, 3, 4, 5, 6 dənə rəng keçir. Demək ki, B nöqtəsi, belə deyim, cismi A cismindən 3 dəfə daha sürətlidir. İndi bunlar 5 nöqtəsində birləşirlər, 5 nöqtəsində görüşürlərsə, bu A cismi bu istiqamətdə gəlir deyə, bu gələcək 1, 2 xana hərəkət eləyəndə, bu birisi 5 xana gedəcək. İndi baxsam, hara düşür bunlar? Deməli, bu baxım, A nöqtəsi 5-dən sonra dedik 2 xana gedir. Bu 2 xana gedəndə gəlir 4, 3-ə düşür. İndi görək B nöqtəsi bu tərəfdən elə bil ki, buradan gəlir 1, 2, 3, 4, 5. 5 gəlir 3-ə düşür. Deməli, baxın, bu cisimlər 3 nöqtəsində görüşəcəklər.
O da olacaq B variantı. Yəni damaları sayında bu neçə dama gedəndə o birisi nə qədər dama gedirsə eyni şəkildə görüşəndən sonra da davam eləyəcək. 7-ci sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 1 saniyədir. Onun dövrətmə periodu 3 saniyə artırsa bucaq sürəti nə qədər olacaq? Deməli, əvvəl period 1 saniyə idisə, indi bunun 3 saniyə artıb periodu olub 4 saniyə. Period 4 saniyə artıb, yəni neçə dəfə artmış olur? Olur 4, 4 dəfə 5 dəfə, 4 dəfə deməli artmış olur. Və bucaq sürətini istəyir. Bucaq sürəti də omega bərabərdir 2 pi bölünsün t-dir. Gəlin buradan yazım. Omega bərabərdir 2 pi böl t. Yəni bucaq sürəti periodunun tərs asıdır. Periodumuz əvvəlcə periodumuz 1 saniyə idi. Buradan yazıram. Sonra o 3 saniyə artıb olub periodumuz. Burada T2 yazıram, burada T1. T2 olub 4 saniyə. Bax, 1-dən 4-ə keçib. Neçə dəfə artıb? 4 dəfə artıb. Bu period 4 dəfə artırsa tərs asılı deyə bucaq sürəti 4 dəfə azalar. Ona görə də olar A variantı. 8-ci suala baxırıq. Yenə bucaq tipli sualdır. Tövsiyə edirəm ki, dayandırıb özünüz həll eləyəsiniz. Çevrə üzrə bərabər sürətlə hərəkət edən A nöqtəsindən B nöqtəsinə cisim 0,2 saniyə ərzində gəlirsə, onun bucaq sürəti nə qədərdir? Baxın, A nöqtəsindən B nöqtəsinə gəlirsə, birinci gözümə nə çarpır? Fi, dönmə bucağı çarpır. Dönmə bucağını tapıram ki, 120 dərəcədir. 120-yi vururam pi-yə, bölürəm 180-ə. 180. Sıfırlar getdi. Neçəyə ixtisar aparsam birbaşa olar? 6-ya ixtisar aparsam yuxarıda 2 qalar, aşağıda 3 qalar. Yəni 2 pi bölünsün 3-dür. Bu pi-nin qiyməti də 3-dür deyə bu 3 ilə 3 getsin, qalsın 2. Yəni bizim fi-miz oldu 2. Fi 2 olanda omega da fi böl t-də axı. Omeganı tapsam, elə bir 2 bölünsün, zamanında 0,2 verib. 0,2 o da bizə verir nə? 10-u. Omegam 10-dur. Məndən nə istəyir? Bucaq sürətini istəyir. Elə 10-a bərabərdir. Və salam, cavabımız oldu 10. Sonra 9-cu sual yenə. Deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 1/3 saniyə ərzində gəlirsə, onun dövrətmə periodunun nə qədərdir, onu hesablayın. Yəni, baxın, 60 dərəcə çevrənin elə bil ki, 360-da 1-dir. Yəni, bu cisim çevrənin 6-da 1-in gəlib. Yəni, dövrlərin sayı nə qədərdir? 6-da 1. İndi mənim bu periodunu tapsam, periodu nəyə bərabər olacaq? T bərabərdir. T bərabərdir. Bircə dəqiqə. Niyə yazmadı? Deməli, periodun istəyir. Periodun düsturu T bərabərdir. T böl N-dir. Bunun T'sini verib 3/1. N-i də baxıram ki, ümumi çevrə 360 dərəcədə, 60 da onun 6-da 1-idir. Deməli, 6-da 1 də budur. Bunlar ixtisar getsə, baxın, yuxarı qalxır. Bu 6 bölünsün 2. Cavabımız oldu 2-ymiş. Sonra 10-cu suala baxaq. Uyğunluğu müəyyən edin deyir. T bərabərdir 1 il 12 saat və 24 saat. Saatın saat əqrəbinin dövrətmə periodu. Baxın, saatın saat əqrəbi bir dəfə dövr eləyəndə 12 saat eləyir. Ona görə də 1-ə olur. Deməli, saatın A variantı hara olacaq? 2-yə. 2-yə oldu A. Buraya yazıram A. Sonra saatın dəqiqə əqrəbinin dövrətmə periodu. Saatın dəqiqə əqrəbinin gözünüzün qarşısına gətirin. Bir dəfə dövr eləyəndə olur 1 saat. Yerin öz oxu ətrafında fırlanması 24 saatdır. Bəli, 1 sutkadır yerin öz oxu ətrafında fırlanması. O da 24 saat eləyər. O da C variantı. C bura getdi. Yerin günəş ətrafında fırlanması, bəli, yerin günəş ətrafında fırlanması 1 il olur. 365 gün olur. Yer günəş ətrafında 365 gün fırlanır. O da 1 ildir. Cavabımız olur D, A, C.